Azərbaycan uğurlarının təməlində onun elm sahəsində həyata keçirdiyi nailiyyətləri də durur. Çünki elm, texnologiya inkişaf edir və Azərbaycanı da elmi jurnallarda onun alimlər pleyadası ilə tanınmağına əsas verir. Elə Azərbaycan elminin mənzərəsi, Azərbaycan elminin bugünü və dünya arenasında onun çəkisi, elm insanlarının tanınması və son illərdə cənab prezidentin də elmlə bağlı verdiyi bir çox prioritet məsələlər var ki, biz çalışacağıq söhbətimizin bu əsnasında buna diqqət ayıraq. Elə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə biz bu haqda söhbətə başlamaq istəyirik. Rasim müəllim, ilk olaraq sabahınız xeyir olsun. Təşəkkür edirik. Bəs bugün də bizim yanımızdasınız. Təşəkkür edirəm dəvətinizə görə. Siz sağ olun. Rasim müəllim, ümumiyyətlə, bax, biz bu haqda indi söhbətə istəyirik başlayaq. Mənim belə bir sualım var sizə ki, Azərbaycan elmi, indi biz gözəl bir ili yola saldıq. 2025-ci ili yola saldıq. İllə uğurlarımız, nailiyyətlərimiz 2026-cı il düşünürəm ki, bundan da gözəl olacaq. 2025-ci ilə dönüb baxsaq, elmi fəaliyyətdə Azərbaycan elmində hansı nailiyyətləri, hansı məqamları daha doğrusu qeyd edə bilərik? Əvvəla bu il üçün demək istəyirəm ki, cənab prezident tərəfindən 2025-ci ili konstitusiya və suverenlik ili kimi qəbul etməsi, bu əlbəttə ki, bir tərəfdən sevincdir, bir tərəfdən uzun müddət ərzində, müstəqillik illərində qanlı qadalı demək ki, illərdən keçmişik. Azərbaycan dövlətinin ərazisi tam bərpa olunubdur. Qarabağ artıq dirçəliş mərhələsindədir. Yəni, bu artıq gözümüzün qabağındadır. Yəni, Azərbaycan necə o suverenliyi əldə edibdir. Ona görə də cənab prezidentin bu ili konstitusiya və suverenlik ili kimi qəbul etməsi bu çox mühüm bir hadisədir və elmi ictimaiyyət tərəfindən də bu çox böyük məsuliyyətlə qəbul olundu. Çünki birincisi, ümumiyyətlə Azərbaycanda ümumilli şuurda o suverenliyin ab-havasını yaşatmaq, onun mahiyyətini izah etmək, onun keçdiyi, gəldiyi yolu xüsusən gənclərə, insanlara çatdırmaq, nə qədər çətin olması və bu suverenliyi qazanmaq bir böyük qəhrəmanlıqdırsa, onu əldə saxlamaq, onu inkişaf etdirmək, onu daha da dayanıqlı etmək, əbədi etmək istiqamətində nə etmək lazımdır? Azərbaycan alimləri əlbəttə ki, bu məsuliyyətin qarşısında öz, deyək ki, vəzifələrini müəyyənləşdirmə istiqamətlə müxtəlif konferanslar, tədbirlər keçirirlər. Çünki suverenlik deyəndə aydın məsələdir ki, dövlətin özünün, belə deyək ki, bütün konstitusiyon vəzifələrini, demək ki, ölkə ərazisində bütün vətəndaşlar üçün təmin etməkdir. Yəni, suverenlik Azərbaycan konstitusiyasının ali məqsədidir, ali vəzifəsidir, ən ali dəyərdir. Ona görə də alimlərimiz həmin o suverenliyin, deyək ki, siyasi suverenliyi, onun tərkib hissələri olaraq, onun siyasi suverenliyi, ideoloji suverenliyi, hərbi suverenliyi, texnoloji suverenliyi və eyni zamanda bütün bu tədqiqatlar göstərir ki, Azərbaycanın maraqları bu günləri qlobal bu virtual məkanda bütün ölkələr olduğu kimi Azərbaycan da öz ölkəsinin ərazisində tək suverenliyini təmin etmək yox, eyni zamanda iddialıdır ki, onun virtual məkanda da Azərbaycanın maraqları, Azərbaycana olan təhlükələr, risklər, onların qarşısına alınması, ölkənin özünün, bax, yeni termin kimi deyirəm ki, kiber suverenliyin təmin olunması. Digər tərəfdən cənab prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının o 80 illiyini həsr olunmuş iclasında qeyd etdiyi bir sıra belə strateji, elmi vəzifələrlə yanaşı dillə bağlı o narahatlığını ifa etməsi, Azərbaycan dilinin bax bu dediyimiz demək texnoloji inkişaf prosesində çirklənməklə rastlaşması, dilimizə kənar sözlərin gəlməsi və s. Bunun özü artıq Azərbaycan dilinin özünün tək Azərbaycan ərazisində yox, ümumiyyətlə dünyada, harada Azərbaycanlı varsa, onlar Azərbaycan danışırlar təbiidir ki, ona görə də bütün dünya miqyasında Azərbaycan dilinin lingvistik suverenliyi məsələsini aktuallaşdırdı. Yəni artıq cənab prezident, əgər biraz da keçmişə qayıtmaq istəsəm, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə
o danışıq dili, mətbəx dili, ana dili və s. öz yerində ona dövlət statusu verdi. 1978-ci ildə Konstitusiyada xüsusi olaraq maddə var ki, Azərbaycan dili rəsmi olaraq Azərbaycan Respublikasının demək dövlət dilidir. Və bu gün də artıq bütün bu gedən proseslər, internet, sosial şəbəkələr, mobil telefonlar və s. bilirsiniz ki, artıq çox dilli mühitdə biz belə deyək ki, ölkənin vətəndaşı olmaqla yanaşı, o qlobal dünyanın, virtual dünyanın özünün də bir sakiniyik. Mən vətəndaşı demək istəmirəm, sakiniyik. Ona görə də çox dilli bir mühitdə, qarmaqarışıq bir mühitdə bu Azərbaycan dilinin belə deyək ki, immunitetini artmaq, onu qorumaq, başqa sözlərdən qorumaq, bu dili inkişaf etdirmək və s. və s. Ona görə də cənab prezident həmin o akademiyanın iclasında qeyd etdi ki, Azərbaycan dili artıq mədəni hadisə deyil. Yəni dilimizin belə deyək ki, müxtəlif yerə tətbiq edən məsələdir. Bu artıq milli təhlükəsizlik məsələsidir. Yəni dövlətin özünü dövlət edən atributlardan biri digər atributlara yanaşı eyni zamanda o dilin qorunmasıdır. Rəsmi Azərbaycan dilinin qorunmasıdır, inkişaf etdirilməsidir. Ona görə də bax dediyimiz bu suverenlik demək ki, belə istiqamətləri, tərkib hissələri müvafiq olaraq demək ayrı-ayrı alimlərin qarşısına ciddi vəzifələr qoyulur və il ərzində bizim bütün alimlər, yəni hər kəsin özünün məşğul olduğu bir elmi sahə var. Onun özünün də ölkənin suverenliyinə dəstək vermək, onu inkişaf etdirmək, müəyyən problemləri görmək, riskləri müəyyənləşdirmək, onlara qarşı tədbir görmək, hansısa deyək ki, təkliflər vermək və s. Bu demək Azərbaycan elmi ictimaiyyətində müşahidə olunan prosesdir. Alimlərimiz bir tərəfdən qürur hissi ilə o suverenlik elini qeyd edirlər, amma özlərinin vəzifələrini müəyyənləşdirirlər. Ona görə də mən hesab edirəm ki, bu çox böyük hadisədir. Digər tərəfdən sizin qeyd etdiyiniz kimi il ərzində cənab prezident tərəfindən alimlərə qayğı göstəribdir. Azərbaycan elmində müstəsna xidmətləri olan belə deyək də akademik Yusuf Məmmədəliyevdir, akademik Mustafa Topçubaşovdur. Bu çapda olan alimlərin yubileylərin qeyd olunması, sonra Azərbaycan elminin məbədgahı olan Azərbaycan Milli Elmlər Akademiyası 80 ildə keçdiyi o şərəfli yolun özünün ictimaiyyətə çatdırılması, Azərbaycan Milli Elmlər Akademiyası ölkənin müxtəlif bölgələrində, Naxçıvanda, Gəncədə, Qarabağ Universitetində, digər yerlərdə, Bakıda, tək Bakıda yox, başqa ali məktəblərdə, həm də Bakıda fəaliyyət göstərən ali məktəblərdə o yubileylərin qeyd olunması, yəni Azərbaycan elminin, Azərbaycan elmi təfəkkürün formalaşması, bu Azərbaycan alimlərin sizin sualınıza qayıtmaq istəyirəm ki, Azərbaycan alimləri bu 80 il ərzində həm onun mənəvi tərəfini, o mənəvi mühitini, yəni dilimizdir, tariximizdir və s. eyni zamanda da təbiətlə bağlıdır. Torpağın altında da, üstündə də, dənizdə də olan sərvətlərin aşkarlanması, dövlətimizin, xalqımızın istifadəsinə təqdim etməsi, bütün bunlar hamısı Azərbaycan alimlərinin nailiyyətləridir və bu gün də uğurla fəaliyyət göstərirlər və cənab prezident tərəfindən həmin o şərəfli yola bir diqqət ayıraraq onun xüsusi sərəncamla Elmlər Akademiyasının 80 ilin qeyd olunması və özünün də 3 noyabrda belə deyək ki, bizim üçün çox böyük qürur idi ki, cənab prezident həmin Elmlər Akademiyasının yubiley tədbirində iştirak etdi və eyni zamanda müasir dövrdə ölkə daxilində yaranmış bir reallıqları, yəni yaxşı əldə olmuş nailiyyətləri və eyni zamanda qlobal dünyada gedən prosesləri və riskləri nəzərə alaraq Azərbaycan ümumiyyətlə elmi ictimaiyyəti qarşısında, Azərbaycan ali təhsil müəssisələrinin qarşısında, Azərbaycan demək ki, elmi müəssisələrin qarşısında çox ciddi vəzifələr qoydu. Yəni bunlar hansılardır? Azərbaycan tarixinə artıq müstəqil Azərbaycan dövlətinin gözü ilə baxmaq, o istiqamətdə bunları araşdırmaq. Çünki əvvəllər mümkün deyildi, qadağalar, məhdudiyyətlər və s. və ilə axıra. Sonra reallıqlardan biri Qarabağın Şərqi Zəngəzurla bağlı olan o təbii sərvətlərin, o təbii sərvətlərdən başqa orada dağıdılmış o mədəni mühitinin özünün bərpa olunması, onun folklorudur, musiqisidir, tarixidir və s. və s. Eyni zamanda Qərb Azərbaycan reallığı da artıq, o da demək ki, Azərbaycan dövlətinin belə deyək ki, siyasi prioritetlərindən biridir. Yəni bu bizim haqqımızdır. Ona görə də Qərb Azərbaycan bağlı olan müəyyən məsələlər var vaxtilə ki, indi zaman belə deyək ki, uzun müddət o belə ki, müəyyən təsirlərə məruz qalıbdır, adı dəyişdirilibdir, tarixi dəyişdirilibdir, tarixi abidələr viran olubdur, dağılıbdır və s. və ilə axıra. Ona görə də cənab prezidentin həmin o yubiley tədbirində çıxışı
bu humanitar ictimai elmlərlə yanaşı eyni zamanda bu texnoloji, bu ekspansiya var, texnoloji belə deyək ki, inkişaf var. Onun kontekstində də Azərbaycanda rəqəmsal transformasiyalar, onun yaratdığı reallıqlar, ondan istifadə etmək, bütün dövlət orqanlarında, cəmiyyətin digər sektorlarında onun tətbiq olunması, insanları buna hazırlanması, yəni insanlarda rəqəmsal savadlıqdır, qabiliyyətdir. Yəni bu proseslərdə belə deyək ki, pasiv yox, orada aktiv olmaq, ondan istifadə etmək, yararlanmaq və internet platformasında deyək ki, əmək bazarının formalaşması, onlayn iş yerləri və s. və ilə axıra və digər tərəfdən də əlbəttə ki, bununki bir təhlükəsizlik məsələsi var. Bu günləri süni intellekt problemləri var. O süni intellektin Azərbaycanda geniş tətbiq olunması təsadüfi deyil ki, yeri gəlmiş ki, 2025-ci ilin ən mühüm hadisələrdən biri Cənab Prezident tərəfindən ümumiyyətlə ölkəmizdə bu rəqəmsal arxitekturanın, belə deyək ki, o demək, sizin qeyd etdiyiniz kimi şəhərsalma memarlığı özünün də tərəflər olduğu kimi bu rəqəmsal dünyanın özünün də arxitekturası var, memarlığı var. Onu necə qurmaq, onu necə dayanıqlı qurmaq, onu necə kiber dayanıqlı etmək və s. bunun özünün də xüsusiyyətləri var. Bu bir texnoloji suverenliyə aiddir, başqa bu istiqamətə aid olan məsələlərdir. Ona görə də bax bu proseslərdə Cənab Prezident tərəfindən süni intellektlə bağlı bir strategiyanı qəbul etməsi, bütün dövlət qurumlarının, ali təhsil müəssisələrinin, elm müəssisələrinin qarşısında bax bu təfəkkürün formalaşması, süni intellekt biliklərinə malik olan yeni nəslin yetişdirilməsi, ali məktəblərdə, digər deyək ki, qurumlarda, eyni zamanda xarici demək, tələbə göndərməklə orada universitetlərdə təhsil alması, bax bu 2025-ci ilin alimlərin gözü ilə görsənən bir ümumi mənzərədir. 26-cı ildə də yəqin bu prioritetlər Təbiidir ki, bizim fəaliyyətimiz davam eləyir, konkret planlar var, fəaliyyət planları var və növbəti ildə də memarlıq şəhərsalma ilə bağlı düşünürəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin ayrı-ayrı qurumları, ali təhsil müəssisələri bu işin bilavasitə məşğul olan insanlar öz töhfələrini verəcəklər. Təşəkkür edirik Rasim müəllim. Ətraflı düşüncələriniz, fikirləriniz və ümumən bir hesabat xarakterli söhbət oldu və düşünürük ki, Azərbaycan elminin ötən illərdə olduğu kimi də dünya elm sırasında öz çəkisi nüfuzu ilə seçilməsi, Azərbaycan alimlərinin dünya elm jurnallarında, portallarında yer alması, bu özü də uğurlarımız sırasında olan bir məsələlərdir. Və qonağımız xatırladım ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev idi. Təşəkkür edirik Rasim müəllim. Çox sağ olun Rasim müəllim. Uğurlar arzularıq sizə və səhər çağı hələ davam edir. Bizimlə qalın əziz tamaşaçılar.